Gözlerim arxanca qaldı yollarda. Döyünən ürəyim, param, hardasan? Niyə qoydun sən məni intizarda? Gözlərimin nuru, balam, hardasan? Səni itirməyim qəm verdi mənə. Dilim danışsa da qəlbim qan ağlar. Kaş ki mən son dəfə baxardım sənə. Bu həyatda qoydun sən mənə ağlar. Salam hörmətli izləyicilər. Nəzər çatın ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Birliyi, mən Mərkəzi Aram Regional Təşkilatının sədri Zavdiliyev və Göyçay Təşkilatının sədri Şanlı Rösəlim. Bugündən biz Göyçay rayonundayıq. Göyçay rayonu öz 94-cü də ikinci düşmüş şəhidi qəbul edir. Motikən, Göyçay Motikəndə anadan olmuş Behbud Oxtaş Nəsrəddinoğlu 94-cü də ikinci düşmüşdür. Çox şükür ki, bugünlər onun məişi öz doğma evinə, obasına gətirildi. Yaşadığı Motikəndinə və bugün artıq gördüyünüz kimi şəhidin yaşadığı həyatda dəfn mərasimi başlayır, vida mərasimi. Biz də buradayıq, Allah şəhidimizə rəhmət eləsin. Bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Bəli, artıq dəfn mərasimi, yəni vida mərasimi başlamışdır. Doğrudan da çox izdihamlı bir vida mərasimidir. Qeyd edeyim ki, bəli, doğrudan da bugün Azərbaycan xalqı öz şəhidini həmişə qürurla anır və Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin bəli, böyük müdrik siyasəti nəticəsində Qarabağımız bütöv bizə qayıtdı, şəhidlərimizin qanı, qazilərimizin, müharibə iştirakçılarının gücü sayəsində. Bəli, bugün də biz Cənab Prezidentimizə minnətdarıq ki, bugün artıq bizim o alınan torpaqlarda, yəni adsız məzarlarda uyuyan şəhidlərimiz tapılır və öz doğma evin obasına qaytarılır, dəfn olması üçün. Allah bir daha şəhidimizə rəhmət etsin.